Salam, hörmətli müəllimlər və dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizinlə könül müəllimə yeni toplumumuzdan müxtəlif mühitlərdə elektrik cərəyanı başlığından qazlarda elektrik cərəyanı testlərinə həsr olunmuş video izahımız olacaqdır. Birinci sualdan başlayaq. Plazma nəyə deyilir? Ümumiyyətlə, hələ biz bilməliyik ki, plazma ümumiyyətlə nədir? Bax, maddənin 4 halı var, onun 3 halı biz tanışıq. Bərk maye qaz. Maddənin 4-cü halına plazma deyilir. Plazma nədir? Ümumiyyətlə, iyonlaşmış bir qazdır. Bəs bu nə deməkdir? Yəni qazı o qədər qızdırırlar ki, orada güclü elektrik sahəsi yaranmış olacaqdır. Qısacası, atomlardan elektron qopur və müsbət ionlar sərbəst elektronlardan yaranmış olacaqdır. Bax, plazmanın əsas xüsusiyyətləri nələrdir? Cərəyanı elektriki keçirdir və yaxud işıq saçır deyə bilərik və yaxud da maqnit sahəsinə təsirlənir. Ümumiyyətlə, plazmaya nümunələr çəkərək ildırım yaranması, sonra qütb parıltısı, bu da şimal işıqlarıdır. Neon və yaxud da fluoresan lampalar. Neon nədir? O restoranların qarşısında restoranların adlarını rəngli işıqlarla yazırlar. Bax, həmin o işıqlar neondur. Amma fluoresan lampalar, onlar ağ borulardan və yaxud da spiralvarı lampalardan ibarətdir. Və yaxud da günəş və yaxud da ulduzlar, bunlar hamısı plazmadan ibarətdir. İndi gəlin buradan deyilən cavabımızı tapmağa çalışaq. Demək, bu da nə olacaq? Qismən və yaxud da tamamilə iyonlaşmış qaz olacaqdır. 1 C variant. 2-də qaz boşalması nədir? Adi şəraitdə qazdan cərəyan keçmir, amma o nə zaman baş verir? Orada atom və molekulların sayı bir-birinə bərabər, amma fərqlilik olarsa buradan cərəyan yaranacaqdır. Qaz boşalması varsa, demək ki, buradan cərəyan yaranmış olacaqdır. Buna da uyğun gələn cavabımız qazdan cərəyanın keçməsi, yəni 2B variantına gedəcəkdir. Üçüncü sualımızdan qaz boşalmasının voltampер xarakteristikası verilibdir. Qeyri-müstəqil boşalmanın baş verdiyi gərginliyin ən böyük qiyməti bax. Bura qədər qırmızı rəngi sarım, bura kimi verilən tərəflər, yəni 200 volta qədər verilən tərəflərimiz bizim qeyri-müstəqil boşalmadır. Amma göy tərəf isə artıq müstəqil boşalma olacaqdır. İndi bu 200 olan hissə deyir qeyri-müstəqil boşalmanın ən böyük gərginliyi. Daha sıfırdan gəldik, qalxdıq 50-yə, sonra 150, sonra 250, sonra 250. Daha bunun pik nöqtəsi 250-dir. Da 250-də qeyri-müstəqil qaz boşalmasının 200 voltdan ibarətdir qeyri-müstəqil cavab Y variantı. Əgər desən müstəqil boşalma, müstəqil boşalmada görsən sarı hissədir. Müstəqil boşalmanın isə minimum qiyməti 200-dən başlayır. Onda yenə də 200-ü buradan götürəcək. Bu 200 qiyməti həm qeyri-müstəqil boşalmanın maksimum qiyməti, müstəqil boşalmanın isə minimum başlayacaq qiymətidir. Dördüncü sualda müstəqil boşalmanın baş verdiyi gərginliyin ən kiçik qiyməti dedik ki, bax bu 200-ə qədər olan hissə buradan bura qədər qeyri-müstəqil boşalmadır. Amma buradan bu biri tərəfimiz artıq göy tərəfimizə, bura artıq müstəqil boşalmadır. İndi müstəqil boşalma buradan başlayırsa, deməli müstəqil boşalmanın ən kiçik qiyməti 200 voltdur və cavab Y variantı. Amma müstəqil boşalmanın ən böyük qiyməti sorsaydı verilən qrafikə uyğun olaraq 250 olardı. Yaxşı, baxaq buradan 5-ci sualımıza. Aşağıdakı cisimlərin hansında maddə plazma halındadır? Dedik ki, maddənin 4 halı var ki, bərk maye qaz və 4-cü halı isə plazma halıdır. Plazma nədir? Plazma iyonlaşmış bir qazdır və plazmaya biz nəyi misal çəkə bilərik? İldırımı, qütb parıltısını və yaxud da şimal işıqları deyə bilərik biz ona. Və yaxud da neon, fluoresan lampalar, bunları misal çəkə bilərik. Və buradan da görürəm ki, işıqlanan reklam borusu. Bax, o neon dediyim var, həmin odur ki, restoranlarda, dükanların qarşısında rəngli işıqlarla həmin yerlərin adları, reklam yazıları yazılır. Bax, həmin o işıqlardır ki, neon dediyimiz işıqlar belə. 6-da qazlarda elektrik yük daşıyıcıları hansı zərrəciklər olacaqdır? Bura nələr aiddir? Elektronlar, müsbət və mənfi yüklü ionlar, üçü də yəni hamısı uyğundur və 6-ya Y variant gedir. Ümumiyyətlə, gəlin bir xatırlatma edək. Müəyyən mühitlər var. Həmin mühitlərdən də bax, onların yük daşıyıcıları fərqlidir. Məsəl üçün, metalların yük daşıyıcıları sərbəst elektronlardır. Vakuumun yük daşıyıcıları elektronlar. Ümumiyyətlə, yük daşıyıcılar nədir? Yəni, bu mühitlərdə cərəyanın yaranmasına səbəb bax, həmin bu yük daşıyıcılardır. Yarımkeçicilərin yük daşıyıcıları elektronlar və deşiklər olacaqdır. Sonra elektrolitlərdə bunu danışmışdıq. Hətta videosunda göstərmişdim sizə.
müsbət və mənfi iyonlar olacaqdır. Qazlarda isə bolluq bozsanlıqdır. Hamısı var artıq. Həm elektronlar var, həm də müsbət və mənfi iyonlar var. Qazlarda cərəyan yaranmasına səbəb müsbət və mənfi iyonlar, həmçinin sərbəst elektronlar olacaqdır. İndi isə keçək öz test tiplərimizə. Aha. Deməli 6 olacaqdır burada Y variantı. 7-ci sualımızda hansı təbiət hadisəsi zamanı qaz boşalması baş verəcək? Ümumiyyətlə qaz boşalması odur ki, cərəyan yaransın. Cərəyan yaranmasında səbəbdir ildırımın çaxması. 7 B variantına gedir. 8-də elektronun keçdiyi sürətləndirici sahədə potensiallar fərqi ən az nə qədər olmalıdır ki, elektron kripton atomu iyonlaşdıra bilsin. Kriptonun iyonlaşma enerjisi verilibdir bizə. İndi gəl bunu yazmağa çalışaq, verilənlərimizi qeyd edək. Deməli, bizə verilibdir iyonlaşma enerjisi. Elementar yük bir də bizdən soruşur potensiallar fərqi, yəni delta fini soruşur. Biz bilirik ki, elə potensiallar fərqi delta fi elə gərginliyin özü deməkdir. Belə. Həmçinin də bilirik ki, digər yandan iyonlaşma enerjimiz bərabərdir. EU-dan ibarətdir. İndi istər delta fi, istər də bura delta U yaza bilərəm. Potensiallar fərqi deməli delta fidir də. Elə gəl buradan delta fi yaza və bunu bizdən soruşur. O zaman delta fi bərabərdir iyonlaşma enerjisi bölünəcəkdir elementar yükə. İyonlaşma enerjisi verilibdir bizə 2 tam %24 vur 10 üstü mənfi 18. Elementar yük isə 1,6 vur 10 üstü mənfi 19-dur. 1,6 vur 10 üstü mənfi 19-dur. Buradan indi sadələşdirmə aparaq. Deməli, bu 10 üstü mənfi 18 ilə 10 üstü mənfi 19 ixtisar olunanda məxrəcdə sadəcə 10 üstü mənfi 1 qalır. Bu tərəflər silinir. Həmin bu 10 üstü mənfi 1 də sürəti artıq qalxanda bu müsbət 10 üstü 1 eləyir. 10 üstü 1-i yazmağa da ehtiyacım. Buna da müsbət 10 yaza bilərəm bu cür şəkildə. İndi gəl buradan bunları hesablayaq, sadələşdirək. Deməli, 2,24-ü 10-luğa vuranda bu tamın biri gəlir bura, olur 22 tam onda 4 və yuxarı aşağında 10-a vursaq bir onluq var deyə. Bu da eləcək 224 bölünsün 16 və indi 224-ü də böldükdə 16-ya. Demək belə eləyək də 224-ü gəl 4-ə bölək. Bu düşəcək 56. 16-nı da 4-ə böləndə bu da 4 düşdü. 56-nı da böldükdə 4-ə bu da gəlib 14 volt olur və sualın cavabı 8-də Y variantına gedir. 9-a baxaq. Elektrik sahəsinin intensivliyinin hansı minimal qiymətində qaz molekullarının iyonlaşma enerjisi baş verəcək? İyonlaşma enerjisi 1,6 vur 10 üstü mənfi 18-dir. Elə buradan bunun yanındaca yazaq bunun qiymətini. W ayağını yatırıq olur iyonlaşma enerjisi. Elektronların sərbəst qaçış yolu, uzunluq var, elementar yük var və bizim elektrik sahəsinin intensivini soruşur ki, bu nəyə bərabər olacaqdır? Aha. İndi gəlin bunu yazmağa çalışaq. Biz bilirik ki, enerji nə idi? Belə yazıram. Bax, QYL yazırıq. Buradakı Q-nü Y kimi yazıram, yəni elementar yük kimi yazıram. Çünki bax, burada söhbət nədən gedir? Elektrondan gedir. Mən elə bil bunu Q-yə yazsam, bax belə Q yazsam, Q-nü də yerinə götürüb N-yə yazsam, yazıram Y iyonlaşma enerjinin bərabər Q-nün yerinə N-yi elektrik sahəsi intensiv vursun L məsafə yazdı. Deməli, elektronun indeksinə nədir? Bu mənfi 1,0. Buradakı sayı 1-dir deyə, onda mən N-in yerinə 1 yazsam, bu cür şəkildə qalacaqdır. Vəssalam. İndi də verilənlərimizi yerləşdirək, yazaq. Bizdən soruşur intensivlik. Elektrik sahəsinin intensivliyi də bərabərdir. İyonlaşma enerjisi bölünsün elementar yük vurulsun uzunluqdur. Aha, iyonlaşma enerjimizi yazaq buradan. Bu 1,6 vur 10 üstü mənfi 18. Elementar yükdən 1,6 vur 10 üstü mənfi 19. Və uzunluq da nə qədər verilibdir bizə? Deməli, 10 vurulsun. 10 mikrometrdir. Yazıram bura 10. Mikro 10 üstü mənfi 6 deməkdir. Belə yazıq bunu. Sadələşdirirəm. 1,6-lar ixtisar olunur. Daha sonra bu 10 üstü mənfi 18, 10 üstü mənfi 19 ixtisar olunanda məxrəcdə sadəcə 10 üstü mənfi 1 qalır, sürətdə isə 1 qalır. Deməli, 10 üstü mənfi 1, 10 üstü 1 yəni 10-luğa vurulanda bu heç nə qalmır, 1 qalır. Belə və sondakı vəziyyətimiz də bizim məxrəcdə 10 üstü mənfi 6-dır. 10 üstü mənfi 6 yuxarı dırmaşanda bu 10 üstü müsbət 6 edir. Bu da 1 vur 10 üstü müsbət 6 ilə 10 üstü müsbət 6 deməkdir. Yəni,
cavab olur. Burada 10 üstü müsbət 6 volt metr və sualın cavabı 9-da gedir A variantına. Bunu 10 üstü müsbət 6 deyirəm, çaşıb 16 yazıram belə. Bu 10 üstü müsbət 6-mız bizim, bunu belə də yaza bilərəm. 1 mega, yəni milyon, volt bölünsün metr şəklində yazmaq olar. Çünki mega milyon deməkdir, amma elə vermir. O zaman 10 üstü müsbət 6 şəklində yazacağım. 10-cu sualımızda elektrik sahəsinin intensivinin hansı minimal qiymətində qaz atomlarının iyonlaşması baş vermiş olacaqdır? Yenə həmin sualdır. Buradan bizə iyonlaşma enerjimiz verilibdir. 2/4. Elə üzərindəcə bunu qeyd edək. İyonlaşma enerjimi 2/4 vur 10 üstü mənfi 19-dur. Qaçış yolu, yəni uzunluq, bunu L ilə də D ilə də yaza bilərəm. Veribdir bu qədər. 0,5 mikrometr elementar yük də var. Yeni elektrik sahəsinin intensivliyini soruşur. 10-cu sualı yazmaq istəyən 9-un izahına baxsın. Dedi ki, iyonlaşma enerjisi bərabərdir. Elementar yük elektrik sahəsinin intensivliyi vurulsun uzunluqdur ki, buradan da elektrik sahəsinin intensivliyini tapanda iyonlaşma enerjisi bölünür elementar yük vurulsun uzunluq. Demək ki, iyonlaşma enerjimiz bizim 2/4 vur 10 üstü mənfi 19. Elementar yükümüz 1/6 vur 10 üstü mənfi 19 və uzunluq isə 0,5 mikrometrdir. Mikro isə 10 üstü mənfi 6 deməkdir. Bunu da belə yazdıq. Sadələşdirək 10 üstü mənfi 19'larımız ixtisar olunur. Daha sonra bax, bu 10 üstü mənfi 6 yuxarı qalxanda 10 üstü müsbət 6 eləyir. Mənfilər yuxarı qalxanda müsbət, müsbətlər yuxarı qalxanda mənfi şəklində olacaq. Buradan da indi sadələşdirim. Deməli, 2/4 1/6 bu belə. 1/6-nı 0,5-ə vursaq, bu eləyəcəkdir 0,8 yazaq buradan 0,8 və 2/4-ün də 0,8-ə bölünmə. Bu da 24-ün 8-ə bölünmədir. Daha tamlar gedir. 24-ü də 8-ə böləndə bu da elədi 3. Önündə də 10 üstü müsbət 6 var. Olur 3 vur 10 üstü müsbət 6 volt bölü metr və sualın cavabı buradan gedir A variantına. 11-ci sualımızdan qazlarda vahid zamanda yaranan elektron iyon cütlərinin sayı 1/4 dəfə artarsa, doyuma gələn şiddəti nəyə bərabər olacaqdır? Bax, sayı bizə dedi ki, 1/4 dəfə artır. Oxumuzu yuxarı qoyuram. Artırsa ox yuxarı, azarsa aşağı qoyacağım. Doyuma gələn şiddətimiz də N-yə bölünsün T-dən ibarətdir. Buradan görürəm ki, doyuma gələn şiddətim N-lə, yəni həmin bax bu elektron iyonların sayı ilə düz asılıdır. Yəni bu 1/4 dəfə N sayı artarsa, deməli doyuma gələn şiddətimiz də 1/4 dəfə artır. Buna səbəb düz asılıdırlar. Artarsa artar, azalarsa azalar, dəyişməzsə dəyişməz olar və 11 B variantına gedəcəkdir. 12-ci sualımızda elektronun keçdiyi sürətləndirici sahədə potensiallar fərqi ən az nə qədər olmalıdır ki, elektron hidrogen molekulunu iyonlaşdıra bilsin? İyonlaşma enerji elementar yükümüz var və bir də bizdən potensiallar fərqi delta fini soruşur. Verilən hərflərimi kənardan yazıram. İyonlaşma enerjimiz var, elementar yük var və bir də potensiallar fərqidir. Biz bilirik ki, potensiallar fərqinin mənası elə gərginlik deməkdir. Və o zaman bizim də bu hərflərə görə düsturumuz nə idi? İyonlaşma enerjimiz bərabər Q-udur. Belə yazırım. Q-nun da yerinə elementar yük yazıram. Bax, elə bir belə yazıram. N vurulsun, elementar yük yazıram. N də burada nədir? Elektrondur. Elektronun da sayı 1 olduğu üçün N-in yerinə 1 yazanda üstədə bu 1-i yazmağa ehtiyac olmur. Olur nə? EU-dan ibarət bu düstur. Ayağına da yatıram, olur iyonlaşma enerjimiz. Bizdən potensiallar fərqin, yəni gərginliyi istəyir. İstəyirsən bura U-nun yerinə elə delta fi yazsın. Onsuz da mənaca hər ikisi eyni deməkdir. Yazıram elə delta fi. Delta fi'mizi tapanda buradan, potensiallar fərqin yəni tapanda iyonlaşma enerjimiz bölünür elementar yükə. İyonlaşma enerjimiz bu qədərdir. 2/4 vur 10 üstü nədir o? Mənfi 18. Elementar yükümüz də 1/6 vur 10 üstü mənfi 19'dur. 1/6 vur 10 üstü mənfi 19 və bu 10 üstü mənfi 18 ilə 10 üstü mənfi 19 ixtisar olunur. Məxrəcdə sadəcə 10 üstü mənfi 1 qalır. Bunu belə yazaq. 10 üstü mənfi 1 şəklində qalır. Sonra bunları götürüb tamdan azad eləsə, elə yuxarı aşağını onluğa vuranda bu tamlar daha buradan çıxır gedir. Qalır 24 bölünsün 16. 24'ü 4'ə bölürəm 6 düşür. 16'nı 4'ə bölürəm 4 düşür.
Bax, bu 10 üstü mənfi 1 yuxarı dırmaşanda 10 üstü müsbət 1 eləyir. Başqa sözə bu da 10 deməkdir. Altını 10-a vurduq, belədir 60. 60-ı da 4-ə böləndə bu da 15 volt eləyəcəkdir. Bu sualın cavabı 12-də C variantına gedir. 13-cü sualımızda iyonlaşma enerjisinin uzunluqdan asılılığı nədir? İyonlaşma enerjisi yalnız qazın növündən asılıdır. Heç bir hərfdən, yəni heç bir fiziki qiymətdən asılı deyil və bu C variantına gedir. 13-də qaz atomunun iyonlaşma enerjisi. İndicə dedik ki, iyonlaşma enerjisi heç bir fiziki qiymətdən asılı deyil və 14B variantına gedir. 15-ci sualımızda müstəqil qaz boşalması zamanı elektrodun növbəti toqquşmasına qədər aldığı impuls hansı ifadə ilə təyin olunacaqdır? Bax, ümumiyyətlə, impuls sözünü görürsənsə, bilməlisən ki, bunun başında kinetik enerji duracaqdır. Kinetik enerjimiz və yaxud da sürət görürsənsə, bil ki, bunun başında yenə kinetik enerji duracaqdır. Deməli, məndən impulsu, yəni P-ni soruşur. Digər yandan da baxıram ki, belə bir fiziki qiymətlər var. Elektrik sahəsinin intensivliyi, uzunluğu, kütlə, elementar yük və başlanğıc sürət sıfırdır. Biz bilirik ki, kinetik enerjimizin dəyişimi elə işə bərabərdir. Bax, buradakı işin də yerinə biz nə yaza bilərik? Bayaq yazmışdım. Q-u yazaram və yaxud da Q-nun yerinə götürərəm, N-i yazaram. Yazaq buradan N-i. Sonra N elektrondur. Elektronun sayı 1 olduğuna görə onun üçün bu N-imizin yerinə daha 1 qoyuram bu şəkildə. Bir də elektrik sahəsinin intensivliyi var. Digər yandan bilirəm, elektrik sahəsinin intensivliyi gərginlik bölünsün məsafədir. Bəzən bunu D yox, L ilə də yazılır, fərq etmir. Bax, buradan mən onu tapsam, onda Y-dəyə çarpaz vurulacaqdır. İndi burada dediyim kimi məsafəni L ilə veriblərdi. Onda mən də bunu D-ni L ilə yazacağam belə ki, qoy belə eyni hərflə olsun. Hə, oradan gərginliyi tapanda, yəni U-nu tapanda Y vurulacaq elə. Bax, gətirib bu U-nun yerinə bu ifadəmizi yazacağam. Olur kinetikimizin dəyişimi bərabərdir. Y durur yerində, onun da yerinə Y, L yazdıq. Bu belə. Digər yandan kinetik enerjimizin dəyişiminə baxıram. Nəyisə dəyişimi tapanda onun son kinetik halından başlanğıc kinetik enerjimizi çıxıram. Belə. Buradan gördüyümüz kimi başlanğıc sürət sıfırdır. Deməli, onda başlanğıc impuls, başlanğıc kinetik enerji də sıfırdır. O zaman bura gedir sıfıra və bu ifadə qalır Y, L-dən ibarət. İndi bizdən impuls soruşur. İmpuls da soruşduğuna görə kinetik enerjimizin də yerinə P-nin kvadratı bölünsün 2M yazıram və bu bərabəri də Y, L-dən ibarətdir. Nəyə görə P kvadrat bölü 2M yazdım? Çünki kütlə var. Əgər sürəti olsaydı, onda kinetikin yerinə PV bölünsün 2 yazacaqdıq. Amma kütlə var ya, onun üçün bunun yerinə P kvadratı bölü 2M yazdım. Sonra da bizdən impulsu soruşur. İmpuls da soruşur deyə bu tərəflərə belə çarpaz vurulur. Olur P-nin kvadratı bərabər 2M Y, L-dən ibarət. İmpulsun başı kvadratdır deyə bunlar hamısı girir kökün altına. Belə bir cavab olur. 2M, L. Və cavab 15-də D variantına gedir. Düsturun özüm çıxarış yolunu dedim. Hazır şəkildə yazmadım ki, çıxarış yolunu biləndə daha yaxşı yadda qalan olur. 16-da. Açar sözləri istifadə edərək mətnimizi tamamlamalı olacağıq. Elektronlar, müsbət və mənfi iyonlar, bax, bu qazların yük daşıyıcılarıdır. Qazlardadır. Müsbət və mənfi iyonlar elektrolitlərdə olan yük daşıyıcılardır. Elektronlar və deşiklər bu yarım keçiricilərdədir. Elektrik cərəyanı, indi gəl oxuyaq görək nə hara yerləşmiş olacaqdır. Demək, deyir ki, elektrik sahəsində yüklü hissəciklərin nizamlı hərəkətinə, elektrik sahəsində nizamlı hərəkətinə elektrik cərəyanı deyiləcəkdir. Bura 5 gedəcəkdir. Metallarda elektrik cərəyanı, metallarda sərbəst elektronların sayəsində gedir. Bura 2 getdi. Elektrolitlərdə dedik müsbət və mənfi iyonlardır. Müsbət və mənfi iyonlar hanı? Hə, yox, müsbət mənfi iyonlar buradadır, 3-dədir. Bura onda 3 gedəcəkdir. Vakuumda elektronların cərəyanın yaranmasına səbəb elektronlardır. Bura yenə 2 gedəcəkdir. Qazlarda isə bolluq, boslanlıq hamısı var. Həm elektronlar, həm müsbət və mənfi iyonlardır. Yəni hamısı yerləşir. Bura 1 gedir. Yarımkeçiricilərdə isə elektronlar və deşiklərdir. İndi yarımkeçirlikdə elektron və deşiklər 4. İndi baxaq görək bura hansı cavablarımız uyğun gəldi. 5, 2, 3, 2, 1, 4. Nə olur burada cavab?
523, 214, 523, 214. Aha, cevap 16-da C variantına gelir. 17-ci sualımıza baxaq. 17-də açar sözlərdə ardıcılıqlarımızı yenə tapmalıyıq. Qaçda getdi bu sual bizdən? 17 daha doğrusu 17-ci sualımızda. Aha, gəlin də oxuyaq buradan. Deməli, müstəqil qaz boşalması, termoelektron emissiya, qeyri-müstəqil alovsuz və tac boşalma. Deməli, qazlarda ionlaşdırıcının təsiri nəyəsə təsiri ilə baş verirsə, bu qeyri-müstəqil. Kənardan müdaxilə olunursa, bu müdaxilə olur qeyri-müstəqil. Amma öz xod xoşu ilə, öz təsiri ilə yarananda bu müstəqil boşalma olur. İonlaşdırıcının təsiri kəsiləndən sonra davam edən qaz boşalma, bu isə müstəqil qaz boşalması adlanır. Bura bir uyğun gəlir. Qaz boşalması borusunda katodun temperaturu artanda bu termoelektron emissiya hadisəsi baş verəcəkdir. Bura gedir nə? Termoelektron emissiya 2 bura çıxıb getdi. Aha, böyük elektrik yükünə malik it uclu metallar. Aha, bax bu it uclu metal deyirsə, bunu T sözündə iti uclu sözünü tac boşalmaya görə yadda saxlaya bilərsən. Bura 5 uyğun gəlir və aşağı təzyiqlərdə elektrodlar arasında gərginlik nisbətən daha kiçik olur. Aşağı təzyiqlər isə bu alovsuz boşalmadır. Burada 4 uyğun gəlir. Cavablar nə olur? Deməli 3, 1, 2 yazaq bura 3, 1, 2. Digəri isə 5, 4-dən ibarətdir. 5, 4 cavab nə olur? 31, 254 olur. D variantı bu sualımızın cavabı. Sonraki suala baxaq. Aha. Elektrolitlər və qazlar. Aha. Elektrolitlərdə yük daşıyıcılar, müsbət və mənfi ionlar, qazların yük daşıyıcıları həm elektronlar, həm də müsbət və mənfi ionlar. Deməli, bunların ortaq tərəfləri nələr olur? Müsbət və mənfi ionlar olur. İndi oxuyaq. Cərəyanın keçməsi, elektroddan maddə ayrılması baş verəcəkdir. Bu elektrolitlərə aiddir. Bu birinciyə gedir. 2-də elektrik keçiriciliğində elektronlar iştirak edir. Elektronlar dedik qazlardadır. İkinci şərt bura gedir. 3-də elektrik keçiricilərini ionlar təşkil edir. Bax, ionlar müsbət və mənfi ionlardır. Deməli, bu hər ikisinə var da, müsbət və mənfi ionlar. O zaman bu üçüncü şərt bunların hamısının ortaqlarına gedəcəkdir. Müstəqil boşalma hadisəsi baş verə bilər. Müstəqil və yaxud da qeyri-müstəqil boşalma hadisəsi bu qazlardadır ki, uyğun gələcək qazlara. 5-də isə zərbə ilə ionlaşma hadisəsi baş verəcəkdir. Yenə bu sözdə qazlara uyğundur. Vəssalam, cavablar nə oldu? 1-ə 1, 2-yə 2, 4, 5, 3 isə bunların ortaqları olur. 1, 2, 4, 5, 3. Və cavab 18-də A variantına gedir. 19-a baxaq. Aha, beləliklə sualların sonuna gəldik, çatdıq. Yəqin ki, izahlar sizə aydındır. Belə videolarımızın davamlı olmağını istəyirsinizsə, mənə dəstək olaraq videonu bəyənib, paylaşıb və həmçinin abunə ola bilərsiniz. Növbəti izahlarımızda görüşənədək sağ olun, Allah'a əmanət.